Dumanlı hava şəraiti ilə əlaqədar bəzi avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb və xəbərdarlıq edib. Bildirilib ki, bəzi dağ və dağlıq rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsi 500-1000 metrə qədər məhdudlaşacaq. Odur ki, sürücülər son dərəcə ehtiyatlı olmalıdır deyə məlumatda qeyd olunub. Baş Dövlət Yol Polisi İdarəsi də sürücülərə müraciət edib, müraciətdə deyilir. Sürücülərin yuxulu və yorğun vəziyyətdə yola çıxması ağır nəticəli qəzaların əsas səbəblərindən biridir. Nəqliyyat vasitələrinin yoldan çıxaraq aşması və yaxud yol kənarında yerləşən maneələrə çırpılması ilə nəticələnən hadisələrin təhlili bu qəza növünün əsas səbəblərindən birinin sürücülərin yorğun və yuxusuz vəziyyətdə sükan arxasına əyləşməsi olduğunu göstərir. Belə hallarda sürücünün diqqətinin zəifləməsi və reaksiya imkanlarının aşağı düşməsi qəza riskini əhəmiyyətli dərəcədə artırır. Xüsusilə son zamanlar kənd təsərrüfatı və digər istehsal sahələrində çalışan işçilərin daşınması zamanı sürücülərin iş və istirahət rejiminə lazımi nəzarətin olunmaması qəzalara səbəb olur. Səhər erkən saatlarda yuxusuz halda yola çıxmaq, uzun məsafələri fasilə vermədən davam etdirmək sürücünün yuxulama və diqqət yayınması riskini artıraraq ağır nəticəli hadisələrlə nəticələnir. Odur ki, bütün sürücülər deyilənlərə son dərəcə diqqətlə yanaşmalı və ehtiyatlı olmalıdırlar.